Biz hər gün uşaqlarımıza dəfələrlə səbirli ol deyə səslənirik. Dərslərini oxuyanda səbirli ol, hər hansı bir işdən nəticə gözləyərkən biraz səbrini bas, narahat olanda, əsəbləşəndə səbr elə. Bəs biz övladlarımıza səbirli valideyn olaraq nümunə ola bilirikmi? Əgər səbirli isə, bəs bugünün uşaqları niyə bu qədər səbirsizdirlər? Çünki valideynlər də səbirsizdirlər. Elə hey tələsirik. Hara tələsirik, heç özümüz də bilmirik. Hər yerə, hər şey üçün tələsirik. Biz həyatın sürətli axınına düşüb, hər gün həm sözümüzdə, həm də davranışlarımızda övladlarımıza tez ol, tələs, vaxt yoxdur, vaxt gedir kimi söz və ifadələrlə səbirsizlik mesajları ötürürük. Sanki uşaqlıq da bir yarışa çevrilibdir. Tez ol, tez böyü, tez öyrən, tez nəticəni görək. Və sonra uşaqlarımız isə bu surətin içində uşaqlıqlarını yaşamağa macal tapmırlar. Əvvəllər evimizdə böyütdüyümüz bir çiçəyin açmasını günlərlə, həftələrlə gözləyirdik. Amma indi uşaqlarımızın bir işi görməsinə bir saniyə belə səbr edə bilmirik.